dərslərimizdən tam fərqli dərsdir. Ona görə ki, bugün bizim qonağımız var. Qonağımız gəlib bizim dərsimizi dinləməyə, sizin bu dərsdə özünüzü necə aparacağınıza qiymət verəcək. Baxın əğa, uşaqlar, gələn qonağa nə demək lazımdır? Xoş gəldiniz. Xoş gəldiniz. Əyləşin. Uşaqlar, bugün dərsimizdə deməli diqqətli olun, səs-küy sağlıq, müəlliməyə diqqətlə qulaq asırıq ki, müzakirələrdə, sual-cavabda iştirak edə bilərsiniz. Çünki mən sizi sonda birinizi qiymətləndirəcəm bu yarılara əsasən. Əvvəlcə bir səhnəci istəyirəm oynayaq. Milayı çağırmaq istəyirəm. Gəl görün Milay. Uşaqlar, mən ana rolundayam. Milay da mənim körpəm. Qulaq asırsınız. Gəl görün. Lay lay dedim yatarsan, kızıl gülen batarsan, kızıl gülün içinden şirin yuxu taparsan. Uşaqlar, ana nə edir? Kim deyər? Kim deyəcək? Bir görün Mədinə. Körpəni yatır. Yaxşı, ana körpəni yatızdıranda nə oxuyur? Kim deyər? Kim deyər? De görüm Agil. Layla. Nə oxuyur? Layla. Layla oxuyur, bəli. İndi dərsimizə baxalım. Uşaqlar, deməli, ana öz körpəsini Layla oxuyur. Gəlin görək, ana körpəsini bu Laylanı hansı dildə oxutdu? Kim deyəcək? Kim deyəcək? De görüm Əlağa öz dilində, eləmi? Öz dilində oxutdu. Bəli. Bax uşaqlar, bura baxalım diqqətinə. Baxırıq bura. Bax görürsünüz, burada mən bir çox şəkillər yapışdırmışam. Deməli, biz burada ananı görürük, körpəsini yatızdırıq. Biz o səhnəciyi canlı-canlı oynadıq, siz gördünüz. Azərbaycana aid görürsünüz şəkillərimizi görürük. Bu isə ana dili abidəsidir. Mən sizi aparmışdım. Siz orada şəkillər çəkdirdiniz. Yəni özünüz gözlərinizlə gördünüz. Bildiniz ki, ana dili abidəsi ilk dəfə bizim şəhərimizdə inşa edilmişdir. Bax, görürsünüz uşaqlar. Deməli, ana, Azərbaycana deyirik ana vətən, ana torpaq və dilimizə deyirik, görürsünüz yazılır, ana dili. Gəlin görək, biz nəyə görə vətənimizə, torpağımıza, dilimizə ana vətən, ana torpaq, ana dil kəlmələrini işlədirik. Çünki uşaqlar, ana kəlməsi çox müqəddəs kəlmədir. Ana dünyaya övlad bəxş edir. Onu boya başa çatdırır. Yəni, ana çox müqəddəs varlıqdır. Peyğəmbərimiz deyir ki, cənnət anaların ayağı altındadır. Anlayıq mı uşaqlar? Bax, ona görə də bizim üçün əziz olan vətənimizə, torpağımıza, dilimizə ana kəlməsi, o müqəddəs sözü qarşısında deyirik. Görürsünüz uşaqlar, vətənimiz uğrunda, ana torpağımız, vətənimiz uğrunda bizim nə qədər şəhidlərimiz oldu. Çünki onlar bizim vətənimizin istəyirlər vahid olsun, bütöv olsun. Yəni biz hər birimiz torpağımızı, anamızı, dilimizi sevməliyik, qorumalıyıq. Qorumalıyıq ki, bizdən sonraki nəsillərə də ötürüb keçirək. Nə tər ki, bugünkü gün bizə gəlibdir, bugünkü gün biz dilimizin danışırıq, istifadə edirik. Eləcə də sizdən sonraki nəsillər də dilimizi qorumalıdırlar, inkişaf elətdirməlidirlər. Deməli, uşaqlar, gəlin görək, biz bu günlərin hansı mövzuda danışa bilərik? Bizim mövzumuz nə ola bilər? Kim deyir? Nə ola bilər? Biz nə haqqında öyrənəcəyik bu günləri? Kim deyər uşaqlar? Kim deyər? Deyə görün qızım. Ana dili. Ana dilimiz haqqında. Bəli, ana dilimiz haqqında öyrənəcəyik. Uşaqlar,
Mən istəyirəm ki, siz yəqin ki, qulaq asdınız, mən bir çox dilimiz haqqında sözlərdən istifadə elədim. Bax, buna baxırsınız. Burada biz ağac görürük, eləmi? Nə çatmır bu ağacda? Həmən o yarpağı sizlər gətirib yapışdırasınız və ağacımızın yarpaqları olacaq. Mən bu ağaca yazıram ana dili. Ana dili. Yəni, gətirəsiz, yapışdıracaq. Görək bizim bu ağacımız da yarpaqlarda hansı sözlər olacaq. Neçə uşaq var, necə? Yazın görün uşaqlar. Gətir yapışdıraq. Üzünü təqdim elə görün. Adını, soyadını deyil. Ne yapmam ben? Ne yazdın sen? Doğru. Dövlət dili. Yapışdıraq. Yok, bir gələk uşaq. Bir gələk. Sonra özünü təqdim elə. Ne yazırsan? Bal kimi şirin. Bəli. Sonra sen ne yazdın kızım? Özünü Əziz. Niye Əziz yazdın? Hə? Ne yazırsa? Doğma. Sonra Milan ne yazmışsa? Vətən dili. Vətənimizin dili. Sonra müqəddəs. Kim kaldı? Niye müqəddəs yazdın ki? Ne yazmışsın kızım? Anamın mənə öyrətdiyi. Deməli uşaqlar, gəlin baxalım. Ağacımız necə görsəndi? Yazırsan yaz gətir. Yaz gətirsən də yaz gətir. Ne yazdın? Ne? Ne yazdın? Ne yazmışsın? Ayşe, olsun. Ana dilimiz olmasa biz ünsiyyət qura bilmərik. Çünki uşaqlar, bəli, deyil, insanlar arasında ünsiyyət vasitəsidir. İnsanlar arasında ünsiyyət vasitəsidir, bəli. Uşaqlar, görürsünüz, ağacımız yarpaqsız nəfs göstərirdi. Amma indi nə qəşək görsəndi, siz onu bəzərdiniz. Bu oldu bizim kollektiv ağacımız. Birlikdə yaratdıq, bunu yarpaqlandırdıq. Elə uşaqlar? Bəli. Nə yazdıq? Ana dili müqəddəsdir. Ana dili deməli, dövlət dilidir. Ana dili bal kimi şirindir. Ana dili əzizdir. Anamın mənə öyrətdiyi dildir. Bəli, müqəddəsdir. Çox düzdür uşaqlar. Afərin sizə. Afərin. Yaxşı uşaqlar, istəyirəm ki, sizə belə bir sual verim. Görün siz necə cavab verəsiniz. Ana dili mənə lazımdır. Çünki biz belə tapşırıqlar çox işlətmişik. Çünki siz o boşluğu doldurasınız. Ana dili mənə lazımdır. Çünki nə yaza bilərsən qızım, de görüm. Biz Azərbaycanlıyıq. Aha, bu sənin fikrin. Mələk desin. Çünki bizim dilimiz doğma dilidir. De görüm. Çünki ana dilimizdir. Aha, de görüm. Aha, sonra de görüm. Ana dili bizim Azərbaycanlıdır. Deyil, fikrindir. Kitablarımız olmasa biz danışanlardır. Yaxşı, niyə ki? Hər uşağın öz fikri var. De görüm Rabi. Çünki biz Ərəb
Azərbaycanlıyıq. Aha, sonra kim deyəcək? Nilay de görün. Çünki bizim dilimiz hamının dilindən bal kimidir. Bal kimi şirindir. De görün. O dövlət dili. Aha. Meryem desin. Çünki ana dili bizim kimliyimizdir. Kimliğimizi. Bəli, ana dili bizim, bəli, çox düz deyir yoldaşınız. Ana dili bizim kimliyimizdir. Bəli. Deməli, uşaqlar, artıq sizə bəlli oldu ki, bizim mövzumuz ana dili haqqında olacaqdır. Uşaqlar, deməli, dilimiz haqqında bir çox şairlər, şeirlər yazır. Səməd Vurğun, Tofiq Bayram, Bəxtiyar Vahabzadə. Bugün isə biz Mina Rəşidin ana dili şeirini öyrənirik. Qadın şairəmizdir. Baxın, görürsünüz uşaqlar, Mina Rəşid. Mina Rəşid həmən bu xanımdır. O bir çox şeirlər yazıbdır. Bugün də siz onun sizin üçün yazdığı ana dili şeirini öyrənəsiniz. Görək, şairə bizə şeirdə nə demək istəyir, nə anladır. Mən istəyirəm ki, uşaqlar, şeiri əvvəlcə mən oxuyum. Sonra siz oxuyasınız. Sonra digər işlərimizi yerinə getirəcək. Bugünkü dərsimiz bəli oldu, mövzumuz olur ana dili. Ana dilidir. Təlim nəticəmiz də olur. Sözlərdəki hecaları sayını düzgün müəyyənləşdirmək. Deməli, əvvəlcə şeiri açılır səhifə. Səhifə açılsın uşaqlar. Diqqətlə qulaq asırsınız. Ana dilim. Ana dilim bal kimi, danışmaqdan doymuram. Mən onu necə dilim içində qoyuram. Anamın laylasıyla mən boyatıb böyüdüm. Onun şirin diliyle fərəhlənib böyüdüm. Çoxunu nağıl söyləyib, nənəm bu dildə mənə. Əlifbanı öyrəndim, mən sevinə-sevinə. Çox sevirəm yurdumun, bayrağını, himnini. Mən sevirəm anamı, həm də ana dilini. Şeirin müəllifi Mina Rəşid. Gəlin görək, Mina Rəşid bu şeirdə bizə nə deyir? Yəni bizə deyir ki, bizim dilimiz, doğma dilimiz bal kimi şirindir. Biz onu neçə dilin içində qoruyuruq, saxlayırıq. Yəni bugünkü günə kimi gətirib çatdırmışıq, zenginləşdirmişik. Biz o dilimizi anamızın laylasıyla, hələ öncə bətnində biz dilimizi anamızdan öyrənirik. Biz, nənəmiz bu dildə bizə çoxlu nağıl söyləyir. Hətta uşaqlar, əlifbamızı biz öz dilimizdə öyrənirik. Elə xalqlar var ki, onların öz dili yoxdur. Öz dilində kitabı yoxdur, amma biz öz dilimizdə yazırıq, oxuyuruq, hərflərimizi keçirik. Və bir də burada deyir ki, mən anamı da sevirəm, dilimi də sevirəm, bayrağımı da, himnimi də sevirəm. Bax, görürsünüz, Mina Rəşid bu şeirdə bizə nələri çatdırır, biz nələri bilməliyik burada. Yaxşı uşaqlar, mən sizə belə bir sual verim. Siz hansı dili, bax, öz dilimizdən başqa hansı dili bilirsiniz? Hansı dildə öyrənirsiniz? Kim deyəcəkdir? De görüm. İngilis. Bəli, ingilis dilində danışır. Elə məktəblər var, fransız dilində danışır. Elə oxuyur, öyrənir. Elə məktəb var, alman diləsini keçənlər. Mən sizdən sözlər soruşurdum. Siz türk dilində sözlər deyirdiniz. Elə uşaqlar, türk dilində deyirdiniz. Türk dövləti bizim də həmsərhəd dövlətdir. Bir ananın iki qolu, ürəyi, bir-birimizi sevirik. Yəni, hər bir dövlət, hər bir xalq öz dilində danışmalıdır. Yəni, biz əgər öz dilimizdə danışarkən türk sözlərindən istifadə edəriksə, biz onda öz dilimizi unudarıq. Çalışmalıyıq ki, biz öz sözlərimizi öz dilimizdə deyək. Anladın uşaqlar? İndi istəyirəm, bir neçə uşaq şeiri oxusun. Oxu görün qızım. Ana dilim bal Həriyə bir bəlli oxudacam. Ana dilim bal kimi, danışmaqdan doymuram. Mən onu neçə dilimi içində qoyuram. Ay, sağ ol. Oxu görüm. Aylin, oxu. Çoxlu nağıl Anamın ailəsi Ucadan oxu. Anamın ailəsiyle mən boy artıb böyüdüm. Onun
Böyüdüm. Böyüdüm. Soxunanı söyləyib. Nənəm bu dilimdə nənə. Əlifbanı Əlifbanı öyrəndim. Mən sevinə. oxu görüm Mələk. Çox sevirəm yurdumu. Ucadan oxuyun. Çox sevirəm yurdumun bayrağını, himnini. Mən sevirəm anamı, həm də ana dilimi. Həm də ana dilimi. Oxu görüm qızım sən. Necə? Ana dilim bakili, danışmaktan doyuram. Mən onun neçədilim içində qoyuram. Oxu görüm Orxan. Anamın laylasıyla, Ucadan. anamın laylasıyla mən böyüdüm. Mən bayağı boy attım. Onu şimdiyle Fərəhlənib, sərləyib böyüdüm. böyündüm. Rəsul oxu görüm. Bəli. Çoxunları söyləyənlərdən bu dildən mənə əlifbanı öyrəndim. Mən sevinə. Rabit sən oxu görüm. Çox sevirəm yurdumu, bayramını, himnini. Mən sevirəm anamı, həm də ana dilimi. Şeirin müəllifi kimdir? Mina Rəşid. Mina Rəşid. Qızım sən oxu görüm. Ana dilim bal kimi, danışmaqdan doymuram. Mən onun necə dilim içində qoruyuram. Oxu görüm. Yox. Anamın laylasıyla mən boyatıb böyüdüm. Onun şirin diliyle fərəhlənib öyündüm. Çoxunları söyləyənlərdən bu dildən mənə əlifbanı öyrəndim. Mən sevinə. Çox sevirəm yurdumu, bayramı, himnimi. Mən sevinəm anamın hər də ana dilimi. Həm də ana dilimi. Yaxşı. Ananın körpəsinin beşiyinin yanında oxuduğu nəğmədir. Anladın? Yəni bu şifahi xalq ədəbiyyatımıza aiddir. Bir çox laylalar var ki, onlardan biri də ana öz körpəsini əzizləyir, onu yatızdırır, xoş sözlər deyərək yatızdırır. Sonra boy atmaq, bu da böyümək mənasıdır. Hansı mənadadır? Boy atmaq, böyümək mənasındadır. Fərəhlənmək, yəni sevinmək, şadlanmaq. Sevinmək, şadlanmaq mənasındadır. Öyünmək, yəni özünü öymək, lovğalanmaq, o mənadadır. Başa düşdün mü uşaq? Hə? İndi gəlin C tapşırığına baxalım. C tapşırığını oxuyacaqdır Səmra. Səmra, C tapşırığını oxu görüm. Aşağıdakı misraları izah edin. Oxu görək. Mən onu neçə dilin içində qoruyuram. Mən onu neçə dilin içində qoruyuram. Bunu necə izah edə bilərik? Kim izah edə bilər? Mən onu neçə dilin içində qoruyuram. Hə? Necə başa düşdünüz? Bəlkə mən izah elədim axı. Ne gördün kızım? Yəni ki, mən onun neçə dənənin nəğməsini içində qoruyuram. Yox, deyil, mən onu neçə dilin içində qoruyuram. Neçə dilin içində qoruyuram. Hə. Kim necə başa düşdü uşaqlar bu misranı? Hə, kim deyər? Kim deyər? Qorxmayın, deyin. Öz fikrinizi deyin, de görün. Yəni ki, biz Azərbaycan dilimizi qoruyuruq. Qoruyub şahlanmalı, öz sözlərimizdən istifadə edəmək, eləmi? Bəli. De görün Renat. O deməkdir ki, nə qədər mən söz ödərsə içində qoruyuram. Yəni biz öz dilimizi nə etməliyik uşaqlar? Sevməliyik. Bəli, sevməliyik, qorumalıyıq. Bilməliyik. Çığ tapşırığını oxuyur Aydan. Hansı bəndə qafiyələrindən söz ad bildirir? Yaxşı uşaqlar, qafiyələnən söz. Gəlin, bax, sizə sual verin. Şeirə, kitabınıza diqqətlə baxın. Bu şeirdə neçə bənd var? Kim deyəcək? Əlinizi qaldırsınız. Bu şeirdə neçə bənd var? Kim deyər uşaqlar? De görün, 4 bənd. 100. 4 bənd var. Gəlin görək.
Hər bənddə neçə misra var? Kim deyər? De görüm. 4 misra var. Çox düzdür. Bəs gəlin görək, bu misrada neçə heca var? Gəl bir misranı götürəyim, onu hecaya böləyim. Kim bölə bilər? Kim deyər? Kim deyər? Bəndər zəif qalxır. De görüm məlik. 7 heca var. Böl görüm 7 heca var orada. Deyirsin 7 heca var. Ana dilim. Mesela birinci oldu ana, 2 sonra 7 heca. Deməli, bu misrada bəli, 7 hecadan ibarətdir, 4 bənddən ibarətdir, hər bənddə də 4 misra var. İndi gəlin, şeirdə qafiyələnmə sözləri seçək. Mən birinci bəndi oxuduram, kimə oxuduram? Rabilə. Rabil, birinci bəndi oxu bir də. Ana dilim bal kimi, danışmaqdan doymuram. Mən onu nəsə dilin içində qoruyuram. Yaxşı. Burada qafiyələnən sözlər hansılardır? Bir görüm. Hə. Bax gör hansıdır? Hansıdır? Qoruyur. Bəli. Aha. Sonra? Yox, burada, bu bənddən. Bax, buradan. Buradakı qafiyələnən sözlər hansılardır? Yaxşı, Rabil tapa bilmədi. Kim deyər? Kim deyəcək? Nila de görüm. Danışmaqdan doymuram. Sonra doymuram, bir də Qoruyuram. doymuram, qoruyuram. Yəni qafiyələnən sözlər buydu da. Doymuram, doymuram. İkinci bəndi kim oxudar? Əl oxu görüm ikinci bəndi. Anamın faydasıyla mən boyadım, böyüdüm. Onun şirin diliyle fəraqları Bölüm, bölündüm. Burada qafiyələnən söz hansıdır? Hansıdır? Hə. Hansıdır? Öldüm, Bir də? öldüm. Deməli, hansı oldu uşaqlar? Birinci bənddə hansı oldu? Birinci bənddə. Doymuram. İkinci bənddə hansı oldu? Böyüdüm. Üçüncü bəndə oldu. Aydan oxu görüm qızım sən. Qafiyələnən söz hansıdır? Sevinə. Yox, orada biri də var axı. Mənə mi? Mənə, bəli. Üçüncü bənddə hansı oldu uşaqlar? Mənə sevinə. Bəli, mənə sevinə. Yaxşı. Dördüncü bənd oxu görüm. Çox sevirəm yurdumu, bayrağımın dilini. Mən sevirəm anamı, həm də ana dilini. Yaxşı. Burada qafiyələnən söz hansıdır? Hansıdır? Renat oxusun. Çox sevirəm yurdumu, bayrağımın dilini. Mən sevirəm anamı, həm də ana dilini. Burada qafiyələnən söz hansıdır? Dilimi ana dilini. Bəli, himnimi, ana, dilimi. Çox düzdür uşaqlar. Çox düzdür. Afərin sizə. Burada belə bir tapşırıq var idi. Oxudu bayaqlarım aydan ki, hansı bənddə qafiyələnən sözlər ad bildirir? Gəlin görək. Mesela birinci bəndəki söz hansıydı uşaqlar? Hansıydı? Doymuram, qoruyuram. Yaxşı, doymuram, qoruyuram. Yerdən danışılır. Kim deyər? Doymuram, qoruyuram. Nə bildirir? Nə bildirir uşaqlar? Hə? Əl az baxır. Nə bildirir? Hə? De görüm. Doymuram, qoruyuram. Nə bildirir? Kim deyir? Xeyr. De görüm. Hərəkət. Hərəkət bildirir. Nə edirəm? Nə edirəm? Doymuram. Nə edirəm? Qoruyuram. İkinci bəndə hansı sözlər idi uşaqlar? Böyüdüm. Nə bildirir? Nə bildirir? Ne dedin? Nə bildirir? Hərəkət bildirir. Düzdür. Üçüncü bəndə hansıydı? Mənə sevinə. Yox. Mənə sevinə. Nə bildirir? Deyil. Əlamət. Hə? Əlamət.
Bəs yaxşı, ad bildirən hansıdır? Dördüncü. Hansı sözləriydi uşaqlar? De görüm. Yox, ana deyil. Ana dilimi. Himnimi. Nəyi? Himnimi. Nəyi? Ana dilimi. Ad bildirir. Ad bildirir. Yaş uşaqlar, gəlin, biz belə bir oyun keçirəcəyik. Şeirə baxırsınız. Bax, hələ diqqətlə bax, o dəqiqət hemen. Bax, görün. Hə, kim deyəcək? Əvvəlcə bir hecalı sözlər. Kim deyər? Kim deyər? Hə, elə uşaqlar hələ baxmışlar, elə bir heç dərsdə yoxsuzsunuz. Dərsdə iştirak eləmək lazımdır. De görün. Bal. Gəl yaz bir hecalı sözlər. Vagonun altından yazırsan, bal. Yaz görün. Bəli. Bal söz necə bölün görün? Neçə heca var? Bir heca var. Niye bir heca var burada? Ne göre? Bəli, sözdə heca ne yaradı? Sahip sesler. Sahip sesler yaradı. Bəli, bəli. Sonra kim diyecek? Ses duyuram, niye ses duyuram? De görün. Xeyir. De görün. Ana, xeyir. De görün. Mən. Gəl yaz görün. Mən. Dikkatli olun uşaqlar, dikkatli olun. Bak, qiymətləndirəcək sizi. Fakir. Bir hecalı olan yere yazsam. Mən, bəli. Mən söz necə bölün? Neçə heca var? Bir saat olduğuna göre bir hecalı sözdür. Bəli. Sonra boy. Yaz, bəli. Düzdür. Uşaqlar şeirə baxıb deyirsiniz, də, elə mi? Ben çok. Ay, sağ ol. Gəl yaz. Bəli. Xeyr. Nağıl söz necə bölürüm? Bir hecalı sözdür. Xeyr. Kim? Bəli, gəl görüm Orxan. Düzdür. Kim? Yaz görüm. Gəl yaz. Düzdür. Kim? Bu. Düzdür şahı. İndi gəlin iki hecalı sözlərə baxın. Aha, gəl görüm. Şirin, düzdür. Şahı şirin söz necə belə görək? Var orada dilim sözü. Şirin. Bundan sonra iyi. Şahla çok ses küyeler. Atım. Ha söz yazsa. Ne görün? Nene, bəli, gəl yaz. Düzdür. Müəllim, oldu. Baba. Neçə? Dilim də var. Dilim də. Gəl uşaqlar, indi gəlin üç hecalı sözləri seçək. Üç hecalı sözləri seçək. Çox səskür eləmir. Var orada əlif var. Gəl. Lif var. Necə görün? Neçə heca var? Niye üç heca var? Kim deyər? 3 tane sahip var. Bəli. Lif. Yo, ne yazdı? İndi. Müəllim, öyündüm. Danışmakta. Öyündüm. Şahla çok sesli yerlendi. Bəli, bugünlərin bizdə paylaşılmış idi mənim. Öyündüm. Öyündüm söz necə görün. Neçə heca var? 3 heca var. Ələşin görün. Yəni bir uşaqlar, biz bu dərsdə bir-birimizi dinləməyimiz yaxşı deyil. Biz bir-birimizi dinləməliyik. Yurdumu, anamı. Yurdumu, bu da yazaq dərsi. Orada sözlər çox. Gəl. Yurdumu, bəli. İçimdə. Yurdumu. Mənim içimdə. Bəs. Yox, mən verdim. Çox düz dedin. Sən çox fəallıq göstərdirsən bu iki dərsdə. Hələ. Diliyle. Ne yazdım ora? Him, səhv yazmışsan. Himnimi. Himnimi nədir? Himnimi. Düz yaz.
İ, ni, nı, i. Ni, mi. Bəs uşaqlar görək. Afərin, mən gördüm ki, siz bir hecalı, iki hecalı, üç hecalı sözləri seçə bildiniz. Afərin siz uşaq. Gəlin özünüzü alqışlayın görün. Gəl, yurdumu sözünü də heca bölüm görüm. Yurdum. Neçə hecalı sözdür? Üç hecalı sözdür. Afərin siz uşaqlar. Yurdum yazdım. Qulaq asın. Alayla, gülüm layla, gülüm bülbülüm layla, böyük sənin sayəndə mən də bir gülüm layla. Burada belə bir sual verilir ki, laylada ana balasına necə müraciət edir? Necə müraciət edir aşağıda? Ne gülüm kızım? Layla. Ne deyir? Yok. Ne deyir? Ne deyir uşaqlar orada? Alaylar onu nəyə bənzədir? Gülə. Düzdür, gülə, çiçəyə bənzədir. Sonra burada deyir ki, ona nə arzu edir? Ana balasına nə arzu edir? De görüm Leyla. Böyüməsini, bəli. Gəl, bax burada gülün sözünə baxın. Harada gülün sözü hərəkət bildirir? Görün hansı misrada gülün sözü hərəkət bildirir? Ben ikinci misra. Yox, diqqətli olaq, diqqətli olaq. Hansı? Dördüncü. Bəli, deyir ki, mən də bir gülüm layla. Nə edim? Gülüm. Nə edim? Gülüm. Bəli. Uşaqlar, gəlin bir acaca istirahət edək. Neyinirik? Bəli, bizi xoşbəxt eləyən öz sevimli dilimizdir. Deməli, uşaqlar, bizdə bir çox uşaqlar qəsdə fəallıq göstərirlər. Fəallıq göstərən uşaqları mən qiymətləndirəcəm. Nilay, Ayda, Mələk, Məryəm, Səmra, Rabi, Gülay, Əli, Renat, yəni biz onları uşaqlar, meyələrə əsasən qiymətləndirəcəm, sonunda gündəlinizə yazacaq. Deməli, şeiri düzgün və ifadəli oxuyan uşaqlar var idi. Yəni o məzmununu anlayırsınız. Məzmunu anladıq bu şeirimizin uşaqlar. Suallara düzgün cavab verən uşaqlar var. Sözləri əlləşdirən uşaq. Hecəyə böl görüm. Nə? İkinci hecamız? Nə? Nəyə bir hecatı sözü bu görüm kızım? Qalq ayağa. Ne görüm? Nəvə. Nəvə sözünü hecəyə böl görüm. Nəvə. Nəvə. İkinci hecamız hansı oldu uşaq? Və. De görüm. Vətən. Vətən. Hecəyə böl görüm. Vətən. Vətən. İkinci hecamız oldu. Tən. Tən. Təndir. Təndir. Bəli. Hecə böl görək. Təndir. Təndir. İkinci hecamız? Dir. Dir. De görüm ona bir söz. Dirsək. Hecə artıq. Nə oldu? Dirsək. Hecə böl görüm. Dirsək. Dirsək.
İkinci hecamız oldu. Sək. Sək. Aferin. Deməli biz uşaqlar bugünkü dərsimizdə siz bugünkü dərsdə nə anladınız? Nə öyrəndiniz uşaqlar? Kim deyir? Nə öyrəndik biz bugünkü dərsimizdə? Biz nə öyrəndik? De görüm. Ana dili haqqında. Ana dili haqqında öyrəndik. Nə öyrəndik ana dili haqqında? De görüm. Ana laylası. Olsun. Ana layla çağırdı. Bəli, onu gördük. Bəli, de görüm. Bəli. Nə dedi? Şeiri oxudu. Sonra nə öyrəndik? De görüm. Ana dili şeirini. Ana dili şeirində nədən bəhs olunur? Şair bizə burada nə deyir? Burada əsas ideya nədir? Nə uşaqlardır? İstəyirəm mən sizin fikirlərinizi öyrənəm. De görün. Öz ana dili. Biz sən kompozisiyamız var. Orada Aydanın bir şeiri var. De görüm o şeiri. Qalxıb şaddana, su istəyirəm, saçı hay-harayım dinləyənlərə. Mən nankör deyirəm, naciz deyirəm, öz ana dilini bilməyənlərə. Görsün də gözəl deyir. Deyir, mən nankör deyirəm, naciz deyirəm, öz ana dilini bilməyənlərə. Deməli, biz öz dilimizi sevməliyik. Belə uşaq. Sevməliyik, qorumalıyıq, zənginləşdirməliyik. Hər bir sözlərini düzgün yazmalıyıq, oxumalıyıq və qoruyub digər sizdən sonraki nəsillərə ötürməliyik. Başa düşdük mü uşaqlar? Bəli, biz deyildik. Öyrəndik ki, dilimiz nə dilidir? Azərbaycan dilidir. Azərbaycan dilinə həm də dedik, nə dedik? Ana dili. Ana dili. Bəli, ana dili bizim yoldaşımız və çox gözəl dedi, kimliyimizdir. Bəli. Hər bir xalq öz dili ilə tanıdır. Ulu öndər uşaqlar, Heydər Əliyev bilirsiniz nə deyir? Deyir ki, ana dili hər bir xalqın milli varlığının əsasını təşkil edir. Ana dili hər bir xalqın milli varlığının əsasını təşkil edir. Bilirsiniz bu nə deməkdir? Yəni, hər bir xalqın var olması üçün onun dili yaşamalıdır. Dili olmayan, bayrağı olmayan, himni olmayan xalq yaşaya bilərmi? Torpağı olmayan xalq yaşaya bilərmi? Yaşaya bilməz. Görürsünüz, bunu öndə nə gözəl söz deyir. Yəni, bizim dövlətimizin var olması üçün, dilimizin var olması üçün, bayrağımızın dalğalanması üçün biz nə etməliyik? Bunları qorumalıyıq. Göz bəbək kimi bizə o miras qalıqdır. Ulu nənələrimizdən, babalarımızdan. Biz onları qorumalıyıq və sizdən sonraki nəsillərə, onlar da özlərindən sonraki nəsillərə ötürməlidir. İstəyirəm ki, sonda belə bir şeirlə mən bitirəm. Deyir, dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dili adlanır bizim ilk dərsliyimiz. Gəlin birlikdə deyək, dil açanda ilk dəfə. Yox, dil açanda ilk dəfə. Ana söyləyirik biz. Ana dili adlanır. Bizim ilk dərsliyimiz. Aferin uşaqlar. Mən bu günləri çox xoşuma gəldi. Siz yəni birinci sinifdə oxuyursunuz, çox qəşəng fəallıqlar göstərdiniz. Dilimizin haqqında ətraflı sözlər dediniz, şeirimizi anladınız, başa düşdünüz. İndi mən istəyirəm ki, siz gündəlinizi açarsınız, mən sizi bir-bir qiymətləndirim. Fəallıq göstərəm uşaq.